Salam dostlar, Mage baxırsınız. Növbəti buraxılışımızda hər birinizi xoş gördük. Bugün 29 aprel Beynəlxalq Rəqs günüdür. Gəlin birlikdə ritmin, musiqinin və rəqsin bizi ötürdüyü enerjidən danışaq.
Xoreografiya Akademiyasının müəllimi, beynəlxalq müsabiqələr laureatı Vüsalə xanım Babayeva qonağımızdır. Vüsalə xanım, xoş gəlmisiniz. Təşəkkür edirəm, xoş gördük sizi. Peşə bayramınızı təbrik edirik. Təşəkkür edirəm. Mən də bütün rəqqasları, xoreoqrafları, həmkarlarımı bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Bu bir, belə deyək, bəhanədir ki, bir-birimizi təbrik edək gözəl bayram münasibəti ilə və bir daha rəqsin gözəlliyindən söhbət açaq. Vüsalə xanım, ümumiyyətlə milli rəqslərimiz bir qədər əvvəl izlədiyimiz Uzun Dərə beynəlxalq arenalarda, beynəlxalq səhnələrdə necə təqdim olunur və necə qarşılanır? Ümumiyyətlə bizim milli rəqslərimiz çox böyük sevgi ilə, maraqla qarşılanır. Həm bizim səhnələrdə, həm xarici səhnələrdə. Nəinki indi, deyərdim ki, artıq illər ərzində bizim peşəkar kollektivlərimiz, dövlət ansambllarımız xarici səfərlərə gedərkən bu gözəl Uzundərə musiqisinə, rəqsinə, belə deyək, müraciət edirlər. Bu çox gözəl haldır. Gözəl quruluşçularımız, xoreoqraflarımız gözəl quruluşlar verib bu musiqiyə və təbii ki, mən də istədim bu gözəl musiqiyə bir rəqs qurum, mənim də quruluşum olsun və indi gördüyünüz Uzundərə mənim quruluşumda olan Uzundərədir. Bilirsiniz, bu bizim mədəniyyətimizdir. Biz sözsüz rəqslə öz mədəniyyətimizi, öz tariximizi, öz məişət həyatımızı göstərə bilərik. Sözsüz. Yəni hər kəs məhz bu beynəlxalq rəqs günündə rəqsin dili ilə danışır. Nəinki bu gün hər zaman biz konsert proqramlarımızda rəqsin dili ilə tamaşaçılara müraciət edirik. Və təbii ki, bu bizim tariximizdir və biz tariximizi belə göstərə bilərik öz geyimlərimizlə. Geyimlərimiz hətta sözsüz danışır. Vüsalə xanım, necə fikirləşirsiniz? Siz hər yaş dövründən gənclər, uşaqlar yetişdirirsiniz, peşəkar rəqqaslar yetişdirirsiniz. Bakı Xoreografiya Akademiyasında həmçinin. Ümumiyyətlə, yaxşı peşəkar rəqqas olmaq üçün intizam kifayətdir, yoxsa mütləq fitri istedadın da olmalıdır? Mən beynəlxalq yarışmada münsiflər heyəti kimi də iştirak etmişəm və bu intizam çox yaxşı məqama toxundunuz. İntizam təkcə rəqs müddətində göstərilmir. İntizam zala daxil olarkən artıq başlayır. İntizam müəllimə qarşı hörmət, özünə qarşı hörmət və artıq səhnədə bir çox uşaqlar, bir çox kollektivlər görürük ki, səhnəyə daxil olarkən artıq nizam-intizam görmürük. Rəqsini ifa edir, bitirən kimi yenə də sərbəst olurlar və belə deyək də səhnə etikasından kənar, misal üçün səhnəni tərk edirlər. Hər şey nizam-intizamın içindədir. Həm səhnəyə daxil olmaq, həm ifanı göstərmək, həm də təzim edib, təzimdən sonra da o nizam-intizamı göstərib səhnəni tərk etməkdir. İstedad da təbii ki, öz növbəsində. İstedad məncə çox vacib bir məqamdır. Çünki istedadı, yəni istedad nədir? Həvəs, o işə qarşı o eşq, daxildən gələn o sevgi, bacarıq. Amma təhsil çox önəmlidir. İstedad və təhsil bir vəhdət daşıyır, bir-birini tamamlayır. Bir uşaqda özünə inamı necə formalaşdıra bilər rəqs? Özünə inam, biz səhnəyə çıxır uşaq. Səhnə təcrübəsi. Səhnə təcrübəsi, yəni ilk çıxışlar. Biz, yəni vacib deyil ki, o mükəmməl oynasın. Təbii ki, yəni o oynasa yaxşı olar. Oynasa yaxşı olar, təbii ki, amma yəni o səhnəyə çıxışı, yəni mənim öz ilk çıxışım yadımdadır. Yəni mən çıxdım səhnəyə və o alqışlar, o tamaşaçı ilə ünsiyyət, tamaşaçıdan gələn o enerji, yəni o artıq özünə inamı yaradır, özünə güvəni yaradır. Pillə-pillə artıq insan peşəkarlaşır və özünə güvən artır təbii ki. Vüsalə xanım, rəqslə ilk tanışdığınızdan danışdınız və bir qədər əvvəl də biz rəqsin bizə necə müsbət təsir elədiyindən danışdıq. Elə peşələr var ki, məsələn, psixoloqlar deyirlər ki, biz insanların dərdlərini o qədər çox dinləyirik ki, evə gedəndə ab-havamız dəyişir, özümüzə, həyatımıza təsir eləyir. Rəqqas olmaq sizə nə qazandırdı?
Bilirsiniz, mən deyərdim, rəqs mənim üçün hər bir şeydir. Yəni təkcə iş kimi mən baxmıram. Təbii mən özüm Bakı Xoreoqrafiya Akademiyasının məzunuyam. Həm bakalavr pilləsində bitirmişəm, həm magistratura pilləsində bitirmişəm. 10 ilə yaxın, 10 il demək olar ki, mən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının solisti olmuşam. Vav. Bəli, və artıq bir neçə il ərzində mən Bakı Xoreoqrafiya Akademiyasında müəllim kimi çalışıram. Və bu, bayaq dediyim kimi, mənim üçün təkcə iş yox, mənim həyatımdır. Mən özümü bu işdə tapıram. Yəni özümü bu işdə təsdiqləyirəm. Yəni hər kəs sevdiyi işlə məşğul olanda o bu hissi yaşayır. Yəni bu sevgi ilə yanaşıram hər bir işimə, hər bir tədbirimə, hər bir tələbəmə və onlara da həmişə deyirəm ki, səhnədə çıxış eləmək təkcə texniki baxımdan yox, yəni hərəkəti icra elədim, getdim yox. Hiss, üz ifadəsi, hiss. Yalançı yox, daxildən. Tamaşaçı onu görür. O daxildən olanda tamaşaçı onu hiss eləyir və o hər şeyi yəni bağlayır da. O daxildən gələn hiss, emosiya təbii ki, çox vacibdir. Rəqslə məşğul olmaq istəyən gənclərə tövsiyələr versək nələr deyə bilərik və yaxud da bizi izləyən valideynlərə hansı tövsiyələri verə bilərik? Bilirsiniz, təbii ki, əgər peşəkar məşğul olmaq istəyirlərsə, kiçik yaşlarından artıq Bakı Xoreoqrafiya Akademiyasına müraciət edə bilərlər. Orada təbii ki, həm bizim klassik rəqslərimiz, klassik balet, həm milli rəqslərimiz, həm dünya xalq rəqsləri tədris olunur. Bəli, əgər peşəkar yox, sadəcə həvəskar kimi məşğul olmaq istəyirlərsə, yenə də üst tutduqları dərnəklər gərək peşəkar müəllim tərəfindən aparılsın. Yəni sırf buna nəzər yetirsələr çox yaxşı olar ki, müəllim ya bizim akademiyamızın məzunu, yəni ki, diplomlu, təhsilli bir müəllim, ixtisaslaşmış bir müəllim olsun. Yəni bizim belə tələbələrimiz var, müxtəlif yerlərdə, dərnəklərdə dərs deyirlər və bu çox gözəl bir haldır. Salih xanım, sosial şəbəkələrdən rəqs öyrənmək necə? Nə qədər düz olar, nə qədər düz öyrənə bilərik? Sosial şəbəkələr gözəl funksiya daşıya bilər. Düzdür, yəni bu tam düzgün deyil, sırf videoya baxıb öyrənməkdə. Yəni müəllim yanına getsələr daha düzgün olar. Amma ümumiyyətlə, yəni açıb baxırıq da, kimsə baxmaq istəsə bizim mədəniyyətimizə, hər hansı bir hərəkəti mənimsəmək istəsə, yəni bilirsiniz, daha yaxşı olar peşəkar kollektivlərin videolarına baxsalar. Bakı Xoreoqrafiya Akademiyasının videolarına baxsalar. Yəni peşəkarların rəqs etməyinə baxsalar daha düzgün olar və bir çox sosial şəbəkələrdə görürük, əfsuslar olsun ki, görürük ki, peşəkar deyil, amma öyrədirlər. Hər bir şəxsin oynamaq, yəni hüququ, yəni o danılmazdır. Hər kəs oynaya bilər, hər kəs öz videolarını paylaşa bilər. Yəni də xüsusi çərçivə şəklində təbii ki, yəni hər kəs paylaşır, oynayır. Amma peşəkar olmayanlardan çox rica edirəm ki, deməsinlər mən öyrədirəm. Mənə bax və öyrən. Yox, sən özün də yəni o oynaya bilərsən, rəqs edə bilərsən, həvəskar ola bilərsən. Bu çox gözəldir. Mən çox sevinirəm ki, bilirsiniz, bir nüansa da toxunum. Peşəkar olmasa belə hər bir şəxs, məncə, mənim fikrimdir, bizim milli rəqslərimizin tarixini, hər hansı bir belə deyək, əsas hərəkətləri, mənasını mütləq bilməlidir. Yəni o rəqqas olmaya bilər. Amma hər hansı bir mühitdə, hər hansı bir insanlarla oturanda, bizim mədəniyyətimizdən söhbət açılanda, yəni ən azı, ən əsasları da, təməli bilməlidir hər bir bizim Azərbaycanlı. Bizim nəinki rəqsdən, bir balaca muğamdan, musiqidən, muğamlarımızdan, incəsənətdən, təsviri incəsənətdən, rəssamlarımızdan, heykəltaraşlarımızdan, bəstəkarlarımızdan. Çünki görürük ki, kiməsə sual verəndə ən belə görkəmli şəxsiyyətlərimizi bilmir. Əyib deyil, öyrənmək yaxşıdır. Amma bilsələr, mütaliə etsələr, hardansa oxusalar, bir-iki məlumat artıq necə gözəl olar.
mədəniyyət beynəlxalq münasibətlər üçün bir körpüdür. Və biz mədəniyyətimizlə bizim xalqımızı, dövlətimizi təbliğ edirik. Göstərik düzgün şəkildə olmalıdır. Bir xalqı məhv eləmək istəyirsənsə onun mədəniyyətindən başla. Təbii ki, çox düzgün bir fikirdir. Müsalə xanım, birazdan Bakı Xoreografiya Akademiyasının tələbələri bizə tacik rəqsini nümayiş etdirəcəklər. Sualım da elə bu istiqamətdədir. Ümumiyyətlə bir rəqqasa başqa xalqların mədəniyyətini öyrənmək nə qazandırır? Mən deyərdim ki, peşəkar rəqqas mütləq və mütləq nəinki öz tarixini, öz rəqslərini bu öz yerində ən birinci öz tarixini bilməlidir, rəqsin tarixini, öz mədəniyyətini və daha sonra təbii ki, peşəkar rəqqas digər mədəniyyətləri mütləq bilməlidir. Birincisi maraqlıdır. Əlbəttə. Maraqlıdır. Çünki hər bir ölkənin özünə məxsus rəqsi, özünə məxsus tarixi, özünə məxsus geyim tarixi, özünə məxsus hər bir hərəkətin mənası var. Və mən çox istərdim ki, öz fəaliyyət dərnəkləri digər ölkələrin rəqsinə müraciət etdikdə düzgün şəkildə müraciət etsin. Hərəkətlər, geyimlər. Çünki onlar da baxanda yenə onlara xoş olsun digərdə. Hər hansı bir mədəniyyət biz təbliğ edəndə, nümayiş edəndə onlar da o xalqı da bizə baxıb yəni qürur hissi ilə yanaşsın ki, biz düzgün şəkildə təbliğ edirik. Və təbii ki, bayaq dediyim kimi Bakı Xoreografiya Akademiyasında klassik rəqslərlə yanaşı milli rəqslərimiz təbii ki, öz növbəsində tədris olunur. Bizim gözəl müəllimlərimizin sayəsində tələbələrimiz hər bir incəliyi öyrənirlər və təbii ki, dünya xalq rəqsləri. Mən özüm də Bakı Xoreografiya Akademiyasının dünya xalq rəqsləri üzrə müəlliməm, tədris edirəm bu fəni və bilirsiniz, çox mütləqdir ki, nəinki praktika cəhətdən, yəni təkcə rəqs yox, bizim akademiyada bildiyiniz kimi nəzəri hissə də var. Yəni hər bir şagird rəqsin həm tarixini öyrənir, kim hansı rəqsi neçənci ildə qurub. Yəni təkcə dərsdə yox, bizim müəllimlər, yəni özüm orada oxuduğum zaman həmişə görmüşük ki, bir rəqsi başa salarkən, bir hərəkəti başa salarkən mütləq bizə izah edirdilər. Niyə, nə üçün, nəyə görə? Yəni bu çox mütləqdir. Mən yaxın keçmişdə Tacikistanda olmuşdum, nazirliyin tədbirinə görə. Ona görə çox sözü uzatmadan. Mən də sözümüzə qüvvət bu yaxınlarda hələ olmuşdum. Doğrudan. Bəli, Azərbaycan Mədəniyyət Günləri keçirilmişdi Tacikistanda və mən orada Tacik rəqsi də mənim çox marağıma səbəb oldu. Mahnıları, musiqiləri, rəqsləri. Oranın mədəniyyət Nazirliyin tərəfindən mənə tacik geyimi hədiyyə etmişdilər. Şey var. Nə gözəl, çox maraqlı geyimləri var. Biz göstərdiyimiz sizə tacik rəqsi Kulyap rəqsidir. Kulyap regionu. Bayaq mən ona görə deyirdim ki, yəni hər bir ölkənin müxtəlif regionları var da, bildiyim bizdə də milli rəqsdə Qazax tərəf olan Qazaxı rəqsi, Şəki rəqsimiz, yəni hər regiona özünə uyğun hərəkətlər mövcuddur, manyerası mövcuddur, eləcə də digər ölkələrdə. Yəni bir neçə regionlar var. Məsəl üçün Özbək rəqslərində bilirik ki, yenə orada da bir çox regionlar var. Göstərdiyimiz tacik rəqsi də Kulyap. Mən izləmək üçün səbirsizlənirəm. Ona görə sizə vaxt ayırıb gəldiyiniz üçün təşəkkür edirik. Sizə təşəkkür edirəm ki, dəvət etmisiniz. Tələbələrimizə də bəri başdan təşəkkür edirik. Həm ilk, həm də son çıxışları üçün çox sağ olun. Peşə bayramınız bir daha mübarək. Təşəkkür edirəm. Mən də hər bir rəqqası, xoreoqrafı bir daha təbrik edirəm.
edən hər kəsin bayramını təbrik edirik. Enerjiniz hər zaman bol olsun. Həyatınızın ritmi isə heç bir zaman itməsin. Magidən isə bugünlük bu qədər. Növbəti buraxılışlarda görüşənədək. Sağ olun.